salam dostlar, mən bu qarşınızdayım. Bugün sizə nə videosu çəkirəm? Baxın, bugün qarşımızda nə var? Bir silah görürsünüz yəqin ki də. Burada silahda bunlar tapancalarıdır gördüyünüz kimi. Mən bugün sizə bu silahı təqdim edəcəm və göstərəcəm. Gəlin açaq bunu. Gördüyünüz kimi belədir. Silahın özüdür. Zaten hələ içində gülləsi yoxdur deyə düşünürsünüz belədir. Bu da silahın ön planıdır. Bunu salırsınız bura. Belə. İndi hamısını düzəltəcəm. Bu isə lazerdir. Baxın. Yandırırsam. Burada məsələn daha aydın göstərmək üçün göstərim. Gördüyünüz gibi, bu da güllələr dediyim kimi. Güllələri belə bəkdir. Baxın ki, həmin bunları düzəltəyəm. Birinci bu güllələri bunun içinə salacaq. Görək düzəltim sizə tez. Güllələr buradadır. Salaq bir hamısını. 1, 2, 3. Güllələr yəni qırmızı da, sarı da, hər cür rəngdə olur. Mən başqa rənglər yox idi deyə təkcə qırmızını eləməyə çalışdım. Dostlar, doldurduq belə. İçine az doldurun, vaxtınız getməsin. Baxın, bunu saldıq belə. Sonra bunu buradan lazerini salaq. Saldıq. İndi bunu çəkəcəyik, atacaq. Bir dəfə olmazsa, 2 dəfə ama olacaq. Baxın. Harada göstərim mən sizə. Belə göstərim bu gün. Gördünüz dostlar. Birini də çəkək, ataq bura. Lazeri yandıraq istəyirsiniz. Belə göstərim də. Görünür. Gördünüz. Çətindir. Bəhs çəkilir ki, gəlsin silah. Görürsünüz dostlar. Belə silahdır. Yəqin ki, xoşunuza gəldi. Maraqlıydı. Mənim çox xoşuma gəldi. Hal-hazırda bundan oynayıram. Və güllələri belədir. Mənim xoşuma gəldi. Amma burada bir şey maraqlıdır ki, məsəl üçün bunun belə olması, bir də bunun belə salınması daha maraqlıdır. Yəqin ki, maraqlı oldu. Sağ olun, salamat qalın. Bu gün iş belə. Görüşənə qədər.